Naxçıvanda rəqəmsal infrastrukturun müasirləşdirilməsi istiqamətində işlər davam etdirilir. Layihə çərçivəsində Naxçıvan şəhərinin Heydər Əliyev prospekti, Atatürk, Həsən Əliyev, Əziz Əliyev, Zəroş Həmzəyeva, İstiqlal, Afiyəddin Cəlilov, Nizami küçələri, eyni zamanda Qoçüstü, Çənlibel, 35-ci məhəllədə daxil olmaqla bir sıra ərazilərdə, həmçinin Şərur rayonunda tikinti quraşdırma işləri aparılır, davam etdirilir. Hazırda Şərur rayonunun Maxta kəndində fiberoptik xətlərin çəkilişi aparılır. İşlərin qısa zamanda başa çatdırılması nəzərdə tutulur və bundan sonra kənddəki 279 abonent yüksək sürətli internet xəttinə çıxış imkanlarını əldə edəcəklər. Maxta kəndində işlər başa çatdıqdan sonra Axəmməd, Kərimbəyli, Qarabüz kəndlərində də kupon şəbəkəsinin qurulmasına başlanılacaqdır. Fiberoptik xətlərin çəkilişinin aparılması nəticəsində sakinlərin yüksək sürətli və etibarlı internet xidmətlərinə çıxışı daha da genişlənəcək. Rəqəmsal xidmətlərin keyfiyyəti yüksələcək. Yeni texnologiyanın tətbiqini çox sevinclə qarşılayırıq. Yəni indi bugün hər bir ailədə yeni texnologiya tətbiq olunacaq, yəni internet sürəti artırılacaqdır. İnsanlar daha çox əlaqə yaratılmasında olan problemlər aradan qaldırılacaqdır. Bütün bu məsələlərin həyata keçirilməsində xərclərin dövlət tərəfindən qarşılanması bizim cəmiyyətimizdə çox böyük sevinclə qarşılanmışdır. Qeyd edək ki, növbəti mərhələdə Muxtar Respublikanın digər yaşayış məntəqələrinin sürətli, dayanıqlı və fasiləsiz geniş zolaqlı internet xidmətləri ilə tam təmin edilməsi nəzərdə tutulub. Adilə Səfərova, Səxavət Məmmədov, NTV Xəbər.